Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Kərim Abbasov idarə etdiyi toyun pulunu ala bilməyib. Xəbər verilir ki, bu haqda sənətçi özü məlumat verib. Tarixin bir günü verilişinə qonaq olan Kərim polisə müraciət etdiyini bildirib. Bu artıq dəb halını alıb sanki. Deyirlər gəl oxu, amma sonda pulunu vermirlər. Bu toy ən bahalı restoranlardan birində baş verib. Restoranın pulu verilib, digər müğənnilərin pulu verilib. Hər şey ödənilib, bir mənim pulumdan başqa. 18 nəfər musiqiçi evinə pul apara bilmədi. Artıq polisə də məlumat vermişəm. Oktyabr ayının 12-dən bu günə qədər pulumuzu ala bilmirik. Faktı restoran təsdiq edib. İzahatlar alınıb, amma nəticə yoxdur. Yaxşı məclis keçib, görüntülərdə hamısı var. Pulumu niyə verməsinlər axı? Evin ağsaqqalı zəng edir, deyir mən filan bir qurumun işçisiyəm, məni hədələyir. Bunu deməkdənsə çıxar pulu ver. Hamının haqqı ödənib, bir məndən başqa. Polis bəy anasının dilindən kağız alıb. Təsdiq edib ki, bizə borcu var. Amma indi bizi hər yerdən blokadır. Deyir, pulum olanda verərəm.